Salam əziz dostlar, biz əxlaqi dəyərlərin əhəmiyyəti barəsində Peyğəmbərdən və imamlardan kəlamlar oxuyurduq. Onlardan biri də yenə İmam Əlinin buyurduğu bir kəlamdır. Buyurur ki, əgər cənnətə ümid və imanımız, cəhənnəmdən qorxumuz, mükafat və cəza gözləntimiz olmasaydı belə, yəni fərz eləyək ki, nə cəhənnəm yoxdur, nə cənnət yoxdur, nə onlara ümidimiz yoxdur, nə cəhənnəmdən qorxumuz yoxdur, nə də mükafat alacaq bir ümidimiz yoxdur və yaxud cəza alacaq bir gözləntimiz yoxdur. Fərq eləyək ki, bunların heç biri yoxdursa. Bununla belə əxlaqi dəyərlərin dalıyca getməyimiz layiqli işdir. Çünki onlar qurtuluş, zəfər və müvəffəqiyyət göstəricisidirlər. Yəni bunlar olmasa da belə insanlar özlərinin əxlaqını düzəltmələri, əxlaqi dəyərlərə malik olmaları şərəfli bir işdir. O həmin sırf cəhənnəmdən qorxduğumuza görə əxlaqlı olmalı deyilik və yaxud cənnətə düşməyimizdən ötürü əxlaqlı olmalı deyilik. Əxlaqi dəyərlər insana şərəf gətirir, insanı hörmətli eləyir, insanı dəyərli eləyir, insanı qiymətli eləyir. Bu hədisdən tam aydın olur ki, əxlaqi dəyərlər qiyamət qurtuluşu səbəbi olmaqla yanaşı, baxmayaraq ki, qiyamətdə ən ağır tərəzidə gələn yaxşı əməllərin içində ən ağır gələn gözəl əxlaqdır. Dünya həyatında da bizim üçün aparıcı rol oynayır. Qiyamətdə böyük rol olmasına baxmayaraq, dünya həyatında da bizim üçün böyük rol oynayır. Bunun təsirləri barəsində biz gələcək bəhslərdə danışacağıq. Sağ olun.